Salam hörmətli həmkarlar, hər birinizi xoş gördük. İlk öncə kimin qarşısına bu video çıxsa, xahiş edirəm sertifikasiyadan kəsilən müəllimlərə, digər müəllim yoldaşlara göndərməyi unutmasın. Son günlər Emin Əmrullayev başda olmaqla Elm və Təhsil Nazirliyinin funksional vəzifələrdə çalışan şəxslərin, Azərbaycanın təhsil ictimaiyyətinin, təhsil sahəsində çalışanlara qarşı bir repressiya hərəkətlərinin ucu bucağı yoxdur və bu hərəkətlər daha da günü-gündən vüsət alır. Məqsəd Azərbaycan cəmiyyətində sünni narazılıq yaratmaqdır. Emin Əmrullayev Sorsun pulları ilə oxuyan zaman xaricdə cəlb olmuş xüsusi belə deyək kurslar və xidmətlər sahəsində orada aldığı təlimatları bugün Azərbaycan təhsilində tətbiq edilir. Ölkə təhsili layihələr, imtahanlar, təlimlər keçirdən bir quruma çevrilib. Və bu imtahanlardan biri də hal-hazırki sertifikasiya imtahanlarıdır. Sertifikasiya dövlət siyasətidir, müəllimlərin peşəkarlığının yoxlanması üçün əsas şərtdir. Amma Emin Əmrullayev və onun komandası sertifikasiyanı o qədər eybəcər şəkildə həyata keçirirlər ki, və nəticə etibarı ilə sünni narazılıq yaratmaq üçün cəmiyyətdə əlindən gələni edirlər. Zaten təhsilimizin hansı gündə olması, hansı vəziyyətdə olması hər birimizə açıq-aşkar bəllidir. Məsələnin mahiyyəti ondan ibarətdir ki, xüsusilə də imtahanlar zamanı texniki səhvlərin çox olması, sualların öncədən sızdırılması, cavabları, öncədən işarələnmiş kompüterlərin olması, sualların bilərəkdən çox çətin salınması, ikinci dəfə imtahan verənlər üçün sualların bilərəkdən çətinləşdirilməsi və s. bu kimi hallar nəticə etibarilə cəmiyyətdə çox böyük bir narazılıq yaradır. Və bu narazılığı bilərəkdən yaradır. İndi də sertifikasiyadan kəsilən şəxslərin əmək haqlarının ödənilməsində demək çox sünni maneələr yaradılır. Emin Əmrullayev və onun komandası sertifikasiya vasitəsilə cəmiyyətdə yaratdığı narazılıqlardan doymayaraq, hələ bir də bu insanların əmək haqlarının verilməsində bilərəkdən əlavə olaraq müəyyən digər sünni narazılıqlar yaradırlar. Məsələnin mahiyyəti bundan ibarətdir ki, Sertifikasiya Şurasının qərarı və Emin Əmrullayevin özünün əmrinin hələ ortada olmadığı bir vaxtda demək, bildiyiniz kimi həmin sertifikasiyadan kəsilən şəxslərin əmək müqaviləsinə xitam vermək mümkün deyil. Bu məsələnin bir tərəfi. İkinci bir tərəfdə əmək müqaviləsinə xitam verilməyən şəxslərin əmək haqlarının iyunun 20-sinə qədər hesablanması bu absurddur, qanuna ziddir. Zaten Emin Əmrullayev və onun komandası Azərbaycan qanunlarını tapdaq altına alıb və bunun da məqsəd cəmiyyətdə bilərəkdən böyük bir sosial partlayış, narazılıq yaratmaqdır. Necə ola bilər ki, işçi ilə əmək müqaviləsinə xitam verilməyib, siz onların əmək haqqını iyunun 20-sinə qədər hesablayırsınız, hansı əsasla? İkinci bir halda insanları məcbur edirsiniz ki, kütləvi şəkildə ərizə yazsınlar və 68-ci maddənin ikinci hissəsinin A bəndi ilə xitam verəsiniz. Burada məqsəd nədir? Mən dəfələrlə müraciət elədim buradan ki, yazmayın. Məqsəd ölkə rəhbərliyinə və ölkədə vəziyyətə nəzarət edən qurumları aldatmaqdır ki, baxın, sertifikasiyadan kəsilən, yəni 70-ci C bəndi ilə işdən azad olunanların sayı azdır. İnsanlar özləri gəlib ərizə yazırlar ki, bizlə bağlamış əmək müqaviləsinə xitam verin, biz artıq bu sistemdə işləmirik. Bu məsələnin digər bir tərəfi. Sertifikasiyadan kəsilənlərin məzuniyyət pulu məsələsi necə olacaq? Yoldaşlar, fərqi yoxdur. İstər 68-ci maddənin ikinci hissəsinin A bəndi ilə, istərsə də 70-ci maddənin C bəndi ilə əmək müqaviləsinə xitam verilən şəxslərə son haqq hesab veriləcək. Son haqq hesaba nə daxildir? Son haqq hesaba əmək müqaviləsinə xitam verilən günə qədər qalıq olan əmək haqqı, yəni iyunun 20-sinə qədər yox. Deyək ki, iyunun 30-unda xitam veriləcəksə, iyunun 30-una qədər xitam verilən günə dək əmək haqqı hesablanmalıdır. Məsələnin bir tərəfi. Bir də həmin il üçün məzuniyyət pulu
Məzuniyyət fondu əmək məcəlləsinin 140-cı maddəsinə uyğun olaraq keçən ilin iyulun 1-dən bu ilin iyulun 1-nə qədər və yaxud da xitam verilən günə qədər işçinin aldığı, yəni müəllimlərin aldığı əmək haqqı bölünəcək 12-yə, o da qismət bölünəcək bir də 30,4-də bir gün üçün bir əmsal tapılacaq və o 56 günə vurulacaq, müəllimlərə son haqq hesabda verilməlidir. İnsanları bilərəkdən aldadırlar ki, siz ərizə yazmasanız sizə məzuniyyət verməyəcəyik. Ya ərizə yazanlara verirsiniz ki, nə qədər bu təhsil sistemi, nə qədər yalanın üzərində qurulacaq, nə qədər insanların heysiyyatı ilə oynayacaqsınız. Bir mənalı şəkildə Təhsil Nazirliyi, başda Emin Əmrullayev olmaqla, onun fırıldaqçı komandası ölkədə sosial partlayış yaratmaq üçün, sosial narazılıq yaratmaq üçün əlindən gələni edir. Və müəllimlər bu xüsusilə də bu narazılıqlarını, müəllimlərin narazılığını daha da böyütmək üçün, daha da şişirtmək üçün indi də insanların əmək haqqı ilə oynayırlar. Mən buradan səslənirəm, əmək haqqı, əmək düzgün hesablanmayan şəxslər hərə öz regionunda olan Dövlət Əmək Müfəttişliyi xidmətinə, regional qərara müraciət eləsin. Əmək haqqını düzgün hesablamayan məktəb direktoru, mühasiblər 1500 manatdan 2500 manata qədər İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq o cərimə olunsun və əmək haqqlarınızın düzgün hesablanmasına nail olun. Dəyərli müəllimlər, siz özünüz öz hüquqlarınızı qorumasanız, müdafiə etməsəniz, heç kim sizin əvəzinizdə sizin hüquqlarınızı qoruya bilməyəcək. Təşəkkür edirəm sizə.